Bu ilin trendi olan bu çəhrayı kirşanı istəyirəm fərqli formada yoxlayım. Öz üzümə bilmirəm yaraşacaq yoxsa. Makyaj üzümdə yaxşı qalsın deyə peptid serumdan istifadə edirəm. Üzə çox qəşəng parlaqlıq verir. Bundan istifadə edəcəm. Səhifədə haqqında ətraflı video var. Çünki istəyirəm edəcəyim makyajın qalıcılığı çox qəşəng olsun. Tonal krem olaraq L'Oreal'ın bu tonal kremindən istifadə edəcəm. Bu üzə çox tez hopur, ona görə sürətli şəkildə yaymalıyam. Şüşə kimi bir effekti var. Başlayırıq əsas məsələyə. Konsilerdən öncə gözümün altına çəhrayı bir ənlik istifadə edəcəm. Bununla həmin effekti etməyə çalışacağım. Birbaşa göz altına tətbiq edirəm. Konsiler tətbiq edirik. Eyni fırça ilə. Konsileri əlimə tətbiq edirəm ki, konsilerimin rəngi sonradan dəyişməsin. Çox az bir formada süngəri öncə ənliyə, daha sonra kirşana artığını götürürük və gözün altını sabitləyirik. Necədə belə çox yüngül çəhrayı bir gözaltı ortaya çıxır. Ancaq istəsəniz üzərinə yeni çəhrayı bir ton da istifadə edə bilərsiniz. Yaraşıb yaraşmadığını artıq siz qeyd edin. Mən xoşlayıram fərqli makyajları yoxlamağı. Qədərində olanda yaxşı görünür. Bu isə axşam görüntüsü. Gördüyünüz kimi flash işığı açıq olanda da gözün altında ağ rəng çox da gözə girmir.